Bugün 9-cu sinifin dərsliyindən Xəlil Rza Ulutürkün Qaytar mənim qüdrətimi Azərbaycan şeirinin təhlilini keçiririk. Əvvəlcə xatırladım ki, şeirimiz ixtisarla verilib, diqqət eləyək. Yəni, orta məktəb dərsliyində 9 bənd verilib və həmin o bəndlər üzərində təhlilini keçirib. Qeyd etdiyimiz kimi, yəni bənd şəklindədir və bütün bəndlərin sonunda təkrarlanan bədii xitab. Burada bütün bəndlərin sonunda təkrarlanan bədii xitab od torpağından söhbət gedir. Yəni, hər bəndin sonunda, son misrasında od torpağı bədii xitab sayılır və həmin o bədii xitab şeirin təsir gücünü artırır. Nəzərə almaq lazımdır ki, tək bu şeirdə deyil, ümumiyyətlə ədəbiyyatımızda, müxtəlif şeirlərdə, əsərlərdə bütün bədii xitabların əsas, yəni xüsusiyyəti hər hansı bir şeirin, əsərin təsir gücünü artırmaqdır. Yəni, tək bu əsərə aid deyil bu bədii xitabın olması. Digər əsərlərdə də şamil olunur. Və bəndlərin sonunda misralar, bura diqqət eləyək, misralar eyni ilə təkrar olunmur. Burada, məsələn, birinci bəndin sonunda qaytar mənim qüdrətimi, o dər yurdu, o torpağıdır. Amma ikinci bəndin sonunda qüdrətim ol, ey ümidim, ey qəhrəman, o torpağıdır. Üçüncü bəndin sonunda növrağımsan, bayrağımsan, o dər yurdu, o torpağıdır. Yəni, bəndlərin sonunda misralar, söhbət misralardan gedir, misralar təkrar olunur, amma eynisi ilə təkrar olunmur. Ona diqqət eləmək lazımdır və oxşardır. Çünki demək olar ki, hamısında o torpağıdır. Amma məsələn, birinci bəndin sonunda o dər yurdu, o torpağıdır. İkinci bəndin sonunda qüdrətim ol, ey ümidim, ey qəhrəman, o torpağıdır və s. Bəzi bəndlər 6 misralıdır, amma bəzi bəndlər isə 7 misralıdır. Məsələn, birinci bənd 6 misralıdır, ikinci bənd isə 7 misralıdır və s. Yəni, bəziləri 6, bəziləri 7 misralıdır. Qafiyə sistemi 4-2 və ya 5-2 şəklindədir. Bu nə deməkdir? Bu o deməkdir ki, məsələn, birinci bənddə ilk 4 misra bir-biri ilə həmqafiyələnir. Gəlin buna diqqət eləyək. Birinci bənddə təlaş, qan yaş, daş, yavaş sözü bir-biri ilə həmqafiyədir. Ona görə 4-ü bir-biri ilə həmqafiyədir və birinci bəndin son 2 misrası isə öz aralarında həmqafiyədir. Ona da diqqət eləyək. Ağı və torpağı. Ağı və torpağı da öz aralarında həmqafiyədir. Ona görə bir bənd 6 misradan ibarət olanlar 4-2 şəklindədir. Amma məsələn 7 misradan, bir bənd 7 misradan ibarət olanlar isə 5-2 şəklindədir. Gəlin ikinci bəndə diqqət eləyək. İkinci bənddə belədir. Sıxacaqsan, üzü ağsan, yıxacaqsan, boğacaqsan və doğacaqsan. Yəni, ikinci bəndin ilk 5 misrası bir-biri ilə həmqafiyədir. 6-cı və 7-ci misralarda öz aralarında həmqafiyədir. Buna diqqət eləyək. Azadlığı, o torpağı. Azadlığı və torpağı sözləri də burada öz aralarında həmqafiyədir. Və davam eləsək, hər misrada 16 heca var. Nə deməli, bu heca vəznindədir. Əsərimiz heca vəznindədir. Və şeir müstəqillik dövründə, müstəqillik illərində, daha dəqiq desək 1992-ci ildə qələmə alınıb. Bunu niyə görə deyirəm? Çünki bəzən testlərimizdə qeyd olunur ki, şeirimiz Sovet dövründə yazıya alınıb, amma nəzərə almaq lazımdır ki,
Şeir müstəqillik dövründə, yəni 1992-ci ildə qələmə alınıb. Şeirdə mübarizəyə, azadlığa, istiqlala, döyüşə çağırış var. Bu çağırışı ümumiyyətlə yadda saxlayaq. Qarşıda bəndlər haqqında danışanda buna daha çox toxunulacaq. Çağırış var. Qarabağ uğrunda şəhid olanların qisasını almağa çağırış var. Yenə çağırış məsələsi var. Ümumiyyətlə bu şeirdə xüsusi bir neçə məsələ var ki, onu həmişə əzbər yadda saxlayaq. Çağırış məsələsi, inam məsələsi, ümid məsələsi və bunları həmişə nəzərə alaq. Baxın, çağırış məsələsi və qarşıda inam və ümid haqqında da danışılacaq. Şeirdə xeyrin şər üzərində qələbəsinə, düşmən üzərində qələbəyə inam. Baxın, inam var. İnam məsələsi ümumiyyətlə demək olar ki, elə əsər inam üzərində qurulub, yəni müəllifin, lirik qəhrəmanın inamı üzərində qurulub. Qarabağın azad olunmasına inam var, yenə inam məsələsinə diqqət eləyək. Şeir xalqın azadlıq mübarizəsinin önündə gedən şairin, yəni lirik qəhrəmanın dilindəndir. Şeirdə işğal olunmuş torpaqları geri almağa çağırış var. Əvvəldə demişdik, çağırış məsələsini iki yerdə qeyd apardıq. Bu da üçüncü yerdədir, yəni çağırış məsələsinə diqqət eləyək. Şeirdə müstəqilliyin, azadlığın qəsdinə duranlara dərin nifrət var. İndi bəndlərin izahında ayrı-ayrılıqda bu məsələlərə toxunulacaq. Və burada xəbərdarlıq məsələsi də var, bunu da unutmamaq lazımdır. Vətənin əhrəmənlər yuvasını dağıdacağına yenə inam məsələsi var. Baxın, inam məsələsini artıq iki yerdə xatırladıq. Üç yerdə artıq. Birincidə şeir xeyrin şər üzərində qələbəsinə, düşmən üzərində qələbəyə inam məsələsi. Qarabağın azad olunmasına inam məsələsi bu iki. Burada da vətənin əhrəmənlər yuvasını dağıdacağına inam məsələsi üç. Burada əhrəmənlər yuvası təbii ki, ad dəyişilib. Əhrəmənlər yuvası ümumləşmiş bir mənada işlənib. Məcazda işlədi, müəllif məcazda işlədib bunu. Yəni, düşmənləri nəzərdə tutur, torpaqlarımıza göz dikən qəsibkarlar nəzərdə tutur əhrəmənlər yuvası. Şeirdə gələcəyə ümid var. Buna da yadda saxlayaq. Çağırış, inam və ümid məsələsinə diqqət eləyək. Və lirik qəhrəman tək qalsa belə öz gücünü, ölkənin qüdrətini geri qaytarmağa yetəcəyinə inanır. Yenə inam məsələsi var. İnam məsələsini xüsusi yadda saxlayaq. Şeirdə Azərbaycanın çətin gündən üzü ağ çıxacağına inanır. Yenə inam məsələsi. Şeirdə bayrağımızın əbədi olacağına inanılır. Yenə inam məsələsi. Və burada bayrağımız ola bilər ki, bayrağımızın yerinə Azərbaycan, vətən, doğma diyar kimi ifadələr də düşə bilər. Nəzərə almaq lazımdır ki, bunlar eyni ifadədirlər. Davam eləsək, şeirdə həqiqəti dəfn etmək istəyənlər gəbərəcəklər. Burada belə bir fikir verilir və bu fikrin izahı da var. Həqiqəti dəfn etmək istəyənlər gəbərəcəklər. Niyə gəbərəcəklər? Niyə öləcəklər? Çünki haqq nazilər ancaq üzülməz. Yəni müəllif qeyd aparır ki, burada həqiqəti nə qədər örtbasdır etmək istəsələr də, amma heç vaxt həqiqət itməz. Amma nazilər, amma heç vaxt itməz. Və həqiqət öz yerini bir gün gələcək ki, öz yerini tapacaq. Yenə inam məsələsi var. Şeirdə şair anaların gözlərindən qanlı yaşı siləcəyinə inanır. Yenə inam məsələsidir. Azərbaycanın əbədi olduğunu deyir. Yenə burada inam məsələsidir. Vətənin günəş mövqeyinə yüksəlməsini arzular. Burada artıq müəllifin öz gələcəklə bağlı arzusu verilib. Nakam gedən mərdlərin qisasını alacağına söz verilir. İndi gəldik bəndlərin bir-bir bəndlərin təhlilinə baxaq. İlk bəndimiz belədir. Başım, beynim tüstülənir. Varlığımda kədər, təlaş.
Gözlərimdə ildırımdır damla damla axan qan yaş. Mən yenidən doğulmasam, daşam, inan qupquru daş. Taqətim ol, qeyrətim ol, qoy dirçəlim yavaş yavaş. Sənsən həsrət gözlərimin həm qarası həm də ağı. Qaytar mənim qüdrətimi, o dər yurdu o torpağa. Burada qısa şəkildə verilib, varlığında kədər var, varlığında kədərin olduğuna diqqət eləyək. Mən yenidən doğulmasam daşam, yəni daş kimiyəm, bənzətməsi var. Taqətim ol, qeyrətim ol və müəllif o dər yurduna, o torpağına müraciət eləyir və deyir ki, sənsən həsrət gözlərimin həm qarası, həm də ağı və qaytar mənim qüdrətimi deyərək o dər yurduna, o torpağına müraciət edir. İkinci bəndimizdən, mən bilirəm, dərdlərini yumruğunda sıxacaqsan, sən bu dipsiz cəhənnəmdən çıxacaqsan, üzü ağsan, nurlu dağsan, zülmət dağ devirəcək, yıxacaqsan. Boğazından yapışanıb boğmalısan, boğacaqsan, Təbrizləri, ülvləri sən yenidən doğacaqsan. Öz bətnindən doğacaqsan, istiqlalı azadlığı. Qüdrətim ol, ey ümidim, ey qəhrəman ot torpağa. Burada dərdlərini yumruğunda sıxacaqsan, yenə ümid məsələsi var. İnam məsələsi var. Sən bu dipsiz cəhənnəmdən çıxacaqsan. Yenə burada inam məsələsi var. Bəzən şagirdlərimiz haqlı olaraq sual verir ki, bəs müəllim biz şeiri əzbərləmişik. Yəni bu verilən şeiri əzbər bilirik, amma burada hansı nümunədə, hansı misrada inam sözü var, hansı nümunədə belə deyək, gələcəyə inam var, ümid məsələsi var. Əslində bu şeirin misralarından, məzmunundan çıxan nəticədir. İnamdır, ümiddir. Yəni bu məsələlərə diqqət eləyək. Sən bu dipsiz cəhənnəmdən çıxacaqsan. Burada qəti gələcək şəkildə şairin inamı ifadə olunub. Nurlu dağsan, aha, bunu xüsusi işarələyək. Deməli, müəllif burada vətənini, ey qəhrəman ot torpağını, ey ümidim deyərək öz vətən torpağını nurlu dağa bənzədib və yenə şairin inamı verilib. Zülmət dağı devirəcək. Boğazından yapışanıb boğmalısan. Burada da çağırış var. Yenə bayaqki fikrə gələk. Yenə şagirdlər deyir ki, harada çağırış var? Çağırış sözü haradadır? Amma yenə də bunu qeyd aparaq ki, şeirin, bəndin və misraların məzmunundan çıxan nəticədə çağırışı görə bilərsiniz. Baxın, zülmət dağı devirəcək. Boğazından yapışanıb boğmalısan. Təbii ki, burada torpaqlarına göz dikən qəsbkarlara qarşı mübarizəyə, döyüşə çağırış məsələsi var. Təbrizləri, ülvləri yenidən doğacaqsan. Yenə inam məsələsi var. İstiqlalı azadlığı öz bətnindən doğacaqsan. Burada da yenə inam məsələsi var. Burada bir haşiyə çıxaq. Təbrizləri, ülvləri yenidən doğacaqsan. Burada təbii ki, bir ümid, bir inam məsələsi var. Və burada Təbriz deyərkən, Təbriz əslində şairin 1-ci Qarabağ müharibəsində şəhid olmuş Təbriz Xəlilbəylidən, öz övladı Təbriz Xəlilbəylidən söhbət gedir. Burada sadəcə Təbrizin simasında orada şəhid olanları ümumləşdirib deyir şair. Ülvləri deyərkən burada Ülvü Bünyadzadəni nəzərdə tutur. Bu da 1990-cı il 20 yanvar hadisələrində şəhid olub və burada da Ülvü adı altında 20 yanvar günündə şəhid olmuşları ümləşmiş obrazın xatırladır. Təbrizləri, ülvləri yenidən doğacaqsan. Bu bəndin də izahı belədir. Gəldik 3-cü bəndə. 3-cü bənddə belədir. Nə bağ ata əfsanədir, nə Nizami, nə də Babək. Gözlərinə nəyiminin, nəsiminin şəklini çək. Həqiqəti dəfn eləmək istəyənlər gəbərəcək. Bağrı yanmış Qarabağın bir də qalxıb göyərəcək. Göyərəcək çiçək-çiçək,
lalə lalə, lətək lətək. Gözlərimin çeşməsi ilə suvarıram o novrağı. Novrağımsan, bayrağımsan, o dər yurdu, ot torpağa. Burada da yenə o dər yurduna, ot torpağına müraciət edilir. Bağ ata xatırlanır. Bağ ata kim idi? Bağ ata dünyanın yaratıcısı olduğu deyilir. Yəni tanrı olduğu, ilah olduğu deyilir. Bağ ata, müəllif burada Bağ atanın, Nizaminin, Babəkin əfsanə olmadığını deyir. Bəzən testlərdə belə deyək, adları şagirdlər Bağ ata, Nizami, Babəki görən kimi həmin belə deyək, variantları qeydə aparırlar, düz kimi götürürlər, amma ardını oxumurlar. Burada Bağ atanın, Nizaminin, Babəkin əfsanə deyil, həqiqət olduğunu göstərir ki, yəni bunlar olub və onların ardı da gələcək. Nəiminin, Nəsiminin şəklini gözlərinə çək. Burada Nəimi ilə Nəsimini adlarında yadda saxlayaq. Nəiminin, Nəsiminin şəklini gözlərinə çək və unutma deyir. Yəni, Bağ atanın, Nizaminin, Babəkin həqiqət, real olduğunu işarə edirsə və Nəiminin, Nəsiminin isə unutmayacağını bizlərə unutmamağı tövsiyə edir. Həqiqəti dəfn etmək istəyənlər gəbərəcək. Görürsünüz, burada artıq deyir ki, bunlar həqiqətdir və bu həqiqəti də kim dəfn eləmək istəsə, onlar gəbərəcək. Və burada da yenə inam, belə deyək, ümid var. Qarabağım bir də qalxıb göyərəcək və Qarabağın erməni işğalçılar tərəfindən dağıdılmış Qarabağın, qəsbkarlar tərəfindən dağıdılmış Qarabağın yenidən qalxıb göyərəcəyinə bir inam var. O novrağı, novraq burada təzəli, inkişaf mənasında işlənib, yadda saxlayaq. Yəni, Qarabağ yenidən çiçəklənəcək, yenidən inkişaf eləyəcək. Növbəti 4-cü bəndə keçirik. 4-cü bənddə belədir. Ballı qaya, ərim gəldi, xaçın dərbənd, cıdır düzü. Xəzinəmdir yerin altı, saf aynamdır göyüzü. O çöllərdə Təbrizimin əl həniri, ayaq izi. Qoy bürüsün Qarabağı, gül sərgisi, gül dənzi. Alaq düşmən caynağından, sırxabəndi can yatağı. Yatağım yox, otağım yox, varlığımsan od torpağı. Burada yer od torpağına müraciət eləyərək şair burada bir neçə yerin, işğal altında olmuş bir neçə yerin adını çəkir. Ballı qaya, yəni adından göründüyü kimi qayadır. Ərimgəldi də burada qaya adlarıdır. Xaçın dərbənd yer adı və ya kənd adı kimi işlənib. Cıdır düzü isə tanışdır, Şuşada Cıdır düzündən söhbət gedir. Sırxabənd burada kənd adıdır. Can yatağı da kənd adı, ərazi adı kimi işlənib. Yəni, bu yerlərin adını çəkir, müəllif bu yerləri xatırlayır və bu yerləri xatırlamaqla bir daha həmin yerlərin adı çəkilməklə bir daha gələcəkdə bu yerlərə yenidən qayıdacağımıza bir inam ifadə edib. O çöllərdə Təbrizimin, yəni Təbrizin deyərkən burada yenə şəhid olan övladın adını çəkir. Təbrizimin əl həniri, ayaq izi var deyilir. Və burada müəllif bənzətmədən istifadə edib, yerin altı xəzinəmdir və göyün üzü də mənim saf aynamdır deyə o torpağına müraciət edib. Keçək 5-ci bəndə. 5-ci bəndimizdən. Qudurğanlar dinc durmasa, daşqın tufan olasıyam. Yırtıcılar dünyasını burulğana salasıyam. Nakam gedən mərdlərimin qisasını alasıyam. Ölsəm belə bu aləmə mən yenidən gələsiyəm. Anaların gözlərindən qanlı yaşı siləsiyəm. İnan mənə, əbədisən, ey bəşərin haqq bayrağı. Batan çıxan günəşimsən, o dər yurdu ot torpağı. Burada da deməli ot torpağına müraciət olunur və onu günəşə bənzədilir. Buna diqqət eləyək. Günəşə bənzətmə məsələsi də burada var.
Və nakam gedən mərdlərin qisasını alasıyam deyir müəllif burada. Alasıyam, ölsəm belə, bu aləmə mən yenidən gələsiyəm. Görürsünüz, burada da yenə gələcəyə ümid, nikbinlik məsələsi var. Anaların gözlərindən qanlı yaşı siləsiyəm və ey bəşərin haqq bayrağı. Baxın, əvvəlki bəndlərdən fərqli olaraq burada artıq yeni bir, belə deyək, çağırışdan istifadə edib ey bəşərin haqq bayrağı deyə müraciət edilir. Baxın, vətənin əbədi olduğuna inanır. Yenə də inan məsələsi əvvəldə dediyimiz kimi daha çox işlənir. Və keçək 6-cı bəndimizə. Ürəklərdən alov qalxır, can daşaltı, can xocalı, pulemyotlar, toplar coşdu, sovrul göyə yan xocalı, dağın daşın başdan başa, qan dənizi, qan xocalı, o dəhşəti, o vəhşəti min illərlə an xocalı, şəlalələr qana döndü, qan yaş gördüm hər bulağa, boynu bükük bənövşəni kimlər qırdı o torpağa. Burada demək olar 6-cı bənd Xocalı 1992-ci il Xocalı faciəsi ilə həsr edilib, Xocalı faciəsi ilə bağlı məsələləri deyib. Yenə o torpağına müraciət edilir və Xocalıya müraciət edilir. Və Xocalı faciəsi xatırlanır. Can daşaltı deyərkən bilirik, Daşaltı əməliyyatı 1992-ci il Daşaltı əməliyyatını da xatırladır. Yəni, tarix fənnindən daha geniş məlumat əldə edə bilərsiniz Daşaltı əməliyyatı. Uğursuz keçən Daşaltı əməliyyatı ilə bağlı. Və Can Xocalı, yenə Xocalı faciəsi xatırlanır. Pulemyotların, topların coşmağı xatırlanır. Və qan dənizi, qan Xocalı. O dəhşəti, o vəhşəti min illərlə an Xocalı. Yenə Xocalıya müraciət edərək həmin dəhşəti unutmamağı, yəni bizlərə o torpağına müraciət eləməklə, o dər yurduna müraciət eləməklə həmin faciəni unutmamağa çağırış var. Yenə də baxın, ümumi məzmundan çıxan məsələ budur ki, burada əsas məsələlərdən biri çağırışdır, inamdır, nikbinlikdir, gələcəyə ümiddir. Yəni, bax, çağırış ümumi məzmundan çıxan nəticədir. Keçək 7-ci bənddə. Qaranlıqda oğru kimi yurda gecə girdi onlar. Ulduzları güllələyib göydən yerə sərdi onlar. Beşiklərdən tər qönçəni ilk nübarı dərdi onlar. Çocuklara əmzik deyil, od lüləsi verdi onlar. İsti külə döndərdilər bar üstündə min budağı. Unutmazsan o alçağı, o dər yurdu, o torpağı. Yenə burada görürsünüz çağırış məsələsi var. Yenə o dər yurduna, o torpağına müraciət edilir. Onlar deyərkən, yəni düşmənlər, düşmənlərin, qəsbkarları nəzərdə tutur ki, və onlar qaranlıqda oğru kimi, deməli düşməni burada həm də oğruya bənzədir. Baxın, qarşıda düşməni bənzətmə məsələsi var, amma burada da buna diqqət eləyək ki, bizə verilən orta məktəb dərsində 7-ci bənddə oğrular, yəni düşmənləri oğruya bənzədib və ulduzları göydən yerə güllələyib sərdilər. Çocuklara da əmzik deyil, od lüləsini verdilər. Burada da dəhşəti göstərir. Yəni, qəsbkarların, ermənilərin törətdikləri vəhşiliyi məhz bu cür göstərib. Müəllif bu cür göstərib. Belə bir alçağı unutma deyir. Baxın, yenə çağırış var. Deməli, burada da müəllif alçaq adlandırır. Düşməni, yəni qəsbkarları oğru adlandırdı 7-ci bənddə və alçaq adlandırır ki, və odar torpağına, od yurduna müraciət etməklə onları unutmamağa çağırır. Növbəti bəndimizdə, 8-ci bəndimizdə yadda saxla qoca tarix, mən türk oğlu ulu türkəm, əhrəmənlər qarşısında sanma çökəm, boynu bükəm, bircə kişi qalsam belə güman etmə, yalqız təkəm, mən dünənəm,
Mən bu günəm, gələcəyəm, yerəm, göyəm, Həzrət Əli qılıncıyam, oddan gərək bir qıncayam, kəsib keçəm xəyanəti, cinayəti, alçaqlığı, eşqim, hüsnüm, cəlalımsan, o dər yurdu, od torpağı. Diqqət eləyək, burada müraciətlər təbii ki, vətənə müraciət var və Xocalıya da müraciəti də biz 6-cı bənddə demişdik və qoca tarixə də müraciət edilir. Buna da diqqət eləyək. Bəzən görürsünüz, şagirdlərimiz ancaq o dər yurdu, o torpağı deyə yadda saxlayır. Və burada təbii ki, qoca tarixə də müraciət məsələsini də unutmamaq lazımdır. Şair özünün kimliyin xatırladır. Yəni, vətənində yaşayanların kimliyin xatırladır. Mən türk oğlu ulu türkəm. Türklüyün xatırladır. Şər tanrısı kimi şər tanrısıdır və burada ümumləşmiş əhrimənlər ümumləşmiş obrazdır. Sadəcə müəllif burada ad kimi dəyişib, düşmənlərin, ümumi qəsbkarların adını dəyişib, əhrimənlər verib. Əhrimənlər qarşısında boynubükük deyiləm. Yəni burada lirik qəhrəmanın mübarizliyini göstərir. Qarşıda lirik qəhrəmanın xüsusiyyətləri barədə danışacaq və burada da boynubükük, yəni heç kəsə əyilməyən kimi göstərir müəllif özünü. Bircə kişi qalsam belə güman etmə yalqız təkəm. Mən dünənəm, bugünəm, gələcəyəm. Yəni burada lirik qəhrəman həm özünün dünəni, yəni tarixi məsələsini göstərib, bugünün və gələcəyin olduğuna işarə edir. Yəni tarixdə əvvəl də yaşayıb, indi də yaşayır və gələcəkdə də yaşayacağına ümid verib. Yerəm, göyəm. Yəni burada da bənzətmədən istifadə edib, özünün böyüklüyünü göstərib lirik qəhrəman. Həzrət Əli qılıncıyam. Baxın. Həzrət Əli qılıncıyam. Yəni Həzrət Əli düşmənə qarşı döyüşüb və haqsızlığa qarşı döyüşüb Həzrət Əli. Ona görə burada müəllif özünü Həzrət Əli qılıncına bənzədir. Bu da bənzətmədən istifadə edib, Həzrət Əli qılıncıyam. Yəni, haqsızlığın qarşısında dayanmayacam. O mənada işlədim. Oddan bir qıncayıb, xəyanəti, cinayəti, alçaqlığı kəsib keçəm. Deməli, müəllif burada xəyanətin əleyhinədir, cinayətin və alçaqlığın əleyhinədir. Biz 7-ci bəndə diqqət eləsək, burada düşməni alçaq adlandırmışdı, oğru adlandırmışdı və 6-cı bənddə Xocalıda törətdiyi faciəni xatırlamışdı, cinayətləri xatırlamışdı və onları kəsib keçmək istəyir müəllif. Eşqim, hüsnüm, cəlalımsan, o dər yurdu, o torpağı. Deməli, o dər yurdu, o torpağında eşqim, hüsnüm, cəlalımsan adlandırır. Və keçək 9-cu orta məktəb dərsində bizə verilən 9-cu bəndə əhrimənlər yuvasını darmadağın edəcəksən. Artıq əhrimənlər bizdə 3-cü dəfədə işlədilir. Yəni, burada adını dəyişib, düşmənlər, qəsbkarlar mənasında. Əhrimənlər yuvasını darmadağın edəcəksən. Qalxıb sabah, aya, Marsa, ulduzlara yetəcəksən. 6 milyard insanlığam. Qarı düşmən, sənsə təksən. Zəhər saçan bir əfisən, tor quran bir hörümçəksən. Təpiyimin altındaca gəbərəcək, öləcəksən. Təbərrükim tutiyam bil, Qaradağı Qarabağı, yüksəl günəş mövqeyinə, o dər yurdu, o torpağı. Burada yenə o dər yurdu, 9-cu bənddə də yenə o dər yurdu, o torpağına müraciət edilir və əhrimənlər, yəni şər yuvası, qəsbkarları nəzərdə tutur. Yuvasını darmadağın edəcəksən. Yenə burada da bir ümid, bir inam var. Sabah qalxıb aya, Marsa, ulduzlara yetəcəksən. Bu da vətəni ilə bağlı, şairin vətəni ilə bağlı gələcəyinə, uğurlarına bir işarədir. 6 milyard insanlığam. Şair özünün 6 milyard insanlıq kimi böyüdür. Və ey qarı düşmən, burada qarı düşmənə müraciət olunur. Bunu da nəzərə alaq, diqqətlə yadda saxlayaq. Qarı düşmənə müraciət olunur. Qarı düşmənin tək olduğu, amma özünün 6 milyard insanlıq olduğuna işarə edir. Və qarı düşmənin zəhər saçan əfi olduğunu, əfi yəni
Burada ilan deməkdir. İlana bənzədir, qarı düşməni və tor quran hörümçəyə bənzədir. Və ardınca qarı düşmənin təpiyimin altında gəbərəcək, öləcəksən. Yəni artıq qarı düşmənə həm nifrətini, həm də onun öldürməklə bağlı hədəsi var. Müəllifin hədəsi, lirik qəhrəmanın hədəsi var. Təbərrükim nə deməkdir? Ümumiyyətlə təbərrükim sözünün bir neçə mənada işlənməsi var. Uğur gətirən nəsə bir şey, su, torpaq və yaxud az tapılan hər şey və yaxud müqəddəs olan və yaxud göz bəbəyi kimi qorunan da deyə bilərik. Bunu ümumiləşdirsək, müqəddəs kimi deməmiz daha doğru olardı. Təbərrükim sözü müqəddəs mənasında işlətsək, tutiyam, tuti də yəni əziz, qiymətli olan bir şey. Hətta bizdə adi danışıqda təhrif olunmuş variantı tütiyə də deyirlər. Bu deyirlər, bu tütiyədir. Nəsə bir qiymətli olan və yaxud şəfa verən bir nemət mənasında da işlənir bu. Tuti sözü, tutiyə sözü. Yəni burada da lirik qəhrəman şair Qaradağı, Qarabağı təbərrik, müqəddəs sayır və onu tuti, əziz, qiymətli olan bir şey sayır. Öz vətənini. Burada təbii ki, Qarabağ ümumi mənada Azərbaycan, Şimali Azərbaycan, Qaradağda ümumi mənada Cənubi Azərbaycan mənasında işlədilmişdir. Və vətənini yüksəl günəş mövqeyinə, vətəninə müraciətlə günəş mövqeyinə yüksəlməyin deyir. Günəş mövqeyinə yüksəlmək o deməkdir ki, vətəninin sonsuza qədər yüksəlməyin, ucalmağın arzu edir müəllif. Bu da bunun müəllifin arzusun, istəyin göstəricisidir. Şeirdə ümumiyyətlə lirik qəhrəman barədə bir neçə məsələni xatırlatmaq yerinə düşər. Ümumiyyətlə lirik qəhrəman keçmişini unutmur. Gələcəyə də ümidlə baxır. Bunları yadda saxlayır. Ümid məsələsini artıq dəfələrlə xatırlatmışıq. Düşmənə yönəlik çox sərt ifadələr işlədir. Düşməni burada oğru adlandırır, düşmənə alçaq deyir, hörümçəyə bənzədir, tor quran hörümçəyə bənzədir, ilana bənzədir. Və müəllif özü burada həssasdır, olan hadisələrə, baş verən hadisələrə həssas münasibət göstərir, kövrəkdir və xüsusilə bu Xocalı ilə və Daşaltı ilə bağlı olan məsələlərdə onun necə həssas və kövrək olduğunu nümayiş etdirir. Və təbii ki, incə qəlblidir, müəllif incə qəlblidir. Sanki mübarizə üçün doğulmuşdur və misralardan göründüyü kimi burada lirik qəhrəman mübarizə aparmağı, döyüşə, Qarabağ uğrunda döyüş aparmağı, itirilmiş torpaqlarımızın geri qaytarmağı uğrunda çağırış motivlərdə vardır. Sonra bunu bizim şagirdlərimizdə bəzən test yazarkən müəyyən mənada bəzi məsələlər var ki, onlara diqqət eləmirlər. O məsələləri çalışmışıq ki, burada şeirdə yoxdur başlığı ilə verək ki, şagirdlərimiz daha diqqətli olsunlar. Görək şeirdə nə yoxdur? Şeirdə satirik məzmun yoxdur. Düzdür, burada düşmənin müəyyən xarakter xüsusiyyətləri barədə danışılsa da, amma satirik məzmun yoxdur və bədii gülüşün də aparıcı olması məsələsi təbii ki, burada bu məsələlər yoxdur. Digər dövlətlərin Azərbaycanı müdafiəsi məsələsi. Ümumiyyətlə, burada bəzən 6 milyard insanlığam deyərkən, bəzən şagirdlərimiz elə zənn edirlər ki, 6 milyard insanlıq Azərbaycanı müdafiə edir. Burada bu söhbətlərdən və yaxud hansısa dövlətlərin Azərbaycanı müdafiəsi məsələsi də yoxdur. Ümumiyyətlə, burada təhkiyə məsələsi yoxdur. Yəni, təhkiyə sujetli əsərlərdə olur. Yəni, hekayədə, romanda, povestdə və s. Burada əsərimizdə sujet xətti yoxdur və əsərimiz tərənnüm əsasında yazılıb. Təhkiyə əsasında deyil. Şairin Qarabağ uğrunda savaşların iştirakçısı olması, ümumiyyətlə, şair oğlu ilə birlikdə birinci Qarabağ, belə deyək də, Qarabağ döyüşlərinə
qoşulub, amma bu şeirdə şairin özünün Qarabağ uğrunda savaşların iştirakçı olması barədə heç bir fikir ifadə verilməyib. Şeirimizdə Xocalı faciəsi var, amma Xocalı faciəsinə qədim Təbriz şəhərinin səs verməsi məsələsi də yoxdur. Ümumiyyətlə Təbriz adı çəkilsə də, burada əvvəlki bəndlərdə qeyd apardıq ki, Təbriz şairin övladının, şəhid övladının adıdır. Amma burada Təbriz şəhərindən heç bir söhbət getmir. Şairin qələm dostları, ümumiyyətlə şairin qələm dostlarından da heç bir söhbət getmir. Azərbaycana yenə kömək üçün digər xalqlar. Yəni burada da heç bir belə bir nə müraciəti, nə də digər xalqlardan söhbət getmir. 20 yanvar faciəsi və 20 yanvar faciəsinin törədənlərə nifrət belə bir söhbətdə yoxdur. Düzdür, orada Təbrizləri, Ülvüləri məsələsində Ülvünü qeyd aparmışdıq ki, Ülvi Bünyadzadə kimi 20 yanvar şəhidi kimi qeyd aparmışdıq. Amma 20 yanvar faciəsi və onları törədənləri heç bir nifrətdən söhbət getmir. Burada bir haşiyə də çıxaq. Düzdür, bizdə testlərdə daha çox Ülvüləri deyərkən Ülvi Bünyadzadə nəzərdə tutulur. Amma bunu da bir məsələni də deyim ki, Ülvi burada elə Təbrizin döyüş yoldaşlarından biri olduğu da güman edilir. Şairin mühacir həyatı, yəni şair mühacirətdə olması, şairin zindana salındığı, bu məsələlərin heç biri əsərdə öz əksini tapmayıb. Və təbii ki, Sovet dövrü ilə bağlı məsələlər də öz əksini tapmamışdır. Və nəhayət sonuncusu, burada əsərimizdə heç bir ümidsizlik məsələsi də yoxdur.